Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə istər görüntüsü ilə, istərsə də dadı ilə süfrələrinizi bəzəyəcək, dadı damağınızdan getməyən dolğulu peçenya resepti paylaşacağam. Xəmirini hazırlayaq. Yoğurma qabına 3 ədəd yumurta əlavə edirəm. Üzərinə 1 stəkan şəkər tozu və 1 stəkan duru yağ əlavə etdim. Qeyd edim ki, stəkan ölçüm 200 mq-dır. 1 çimdik duz və 1 paket də vanil əlavə edərək çırpıcı ilə qarışdıracağam. Dəyərli dostlar, videonun elə bu yerindəcə videonu bəyənib, kiçik də olsa rəylərinizi əsirgəməyin. Kanalımın inkişafında və daha çox insana çatmaq üçün sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Yaxşı qarışdırdığım kütləyə 2 stəkan ələnmiş un, unun üzərinə 1 dolu çay qaşığı qabartma tozu əlavə edirəm. Göstərim qabartma tozunun da miqdarı bu şəkildə olacaq. Qarışdıraraq üzərinə 1 stəkan bütöv və 1 stəkan yarısı olmaqla un əlavə edirəm. Unun miqdarı yumurtanızın ölçüsünə görə çox az dəyişə bilər. Məndə 1 stəkan yarım un kifayət etdi. Əvvəlcə spatula ilə qarışdırdım, daha sonra əlimlə xəmir yoğurdum. Ələ yapışmayan, yumuşaq, çox gözəl bir xəmir əldə olunmalıdır. Xəmir əvvəlcə gördüyünüz formada barmaqlarınızın ucuna yapışa bilər. Əlimi təmiz yuyandan sonra təkrar yoğurdum və bu şəkildə çox gözəl, yumuşaq bir xəmir əldə etdim. Amma yenə də çox az barmaq ucunuza yapışa bilər. Əlavə un tökməyə ehtiyac yoxdur, çünki forma verdiyimizdə artıq əlimizə yapışmır. Xəmirdən qozdan biraz daha böyük olmaqla götürüb əlimlə gördüyünüz formada yumrulayıram. Üstünə bastırmayacağam və yağlı kağız sərdiyim soba lisinə aralıqlı məsafədə düzdüm. Bu resept ilə ümumilikdə 22 ədəd peçenya alındı. Yayılacağını düşündüyüm üçün 2 dəfə olmaqla bişirdim. Forma vermək üçün butulka qapağından istifadə edəcəm. Qapağı hazırladığım xəmirlərin tam orta hissəsinə bu şəkildə basıram. İçini dolduracağım üçün alt təbəqəsini çox nazik formada saxlayıram ki, xəmir bişə bilsin. Və son olaraq boş qalan hissəsinə bişmiş qatlaşdırılmış süddən əlavə edirəm. İstərsəniz bunu cem ilə və ya şokolad ilə də əvəz edə bilərsiniz. Əvvəlcədən qızdırdığım 180 dərəcəli sobada alt-üst rejimdə üzərini rəngi dəyişib altı çox az qızarana qədər bişirirəm. Bişmə vaxtı sobanıza görə də dəyişə bilər. Bu şəkildə olacaq, altını da göstərim. Və peçenyələrin ortasını əvvəlcədən xırdaladığım qoz ləpəsi ilə örtdüm. Əvəzində kokosdan və ya fındıq qırıntılarından da istifadə edə bilərsiniz. Onu qeyd edim ki, peçenyanın ortasına qoya biləcəyiniz bişmiş qatlaşdırılmış südü və yaxud da cemi çox qoymayın ki, bişən zaman qaynayaraq kənarlardan daşmasın. Həmçinin cem bir qədər də qatı olmalı ki, çox şirəli alınmasın. Forması tam olaraq belə olacaq. Artıq soyuyub və bir neçəsini sizə bölərək göstərəcəm. Çox dadlıdır, ağızda əriyir və ortasındakı dolğu da xüsusi yaraşır. Mütləq hazırlamağınızı tövsiyə edirəm. Əminəm ki, bu resepti çox-çox bəyənəcəksiniz. Az ərzaqlı, südsüz, qatıqsız, duru yağla, yəni gördüyünüz kimi çox asan və evdə tapılan ərzaqlarla alına biləcək peçenyedir. Bu qədər dəyərli izləyicilər, ümid edirəm ki, video sizlər üçün maraqlı oldu. Əgər elədirsə, videonu bəyənib, paylaşıb, dostlarınızda kanalıma məsləhət bilməyi də unutmayın. Rəylərinizi gözləyəcəm. Sağ olun, Allaha əmanət olun.